Həyatımızda hər an müxtəlif qərarlar qəbul edirik. Bu qərarların bir çoxu həyati əhəmiyyətə malikdir. Uşaqlarda qərar qəbul etmə prosesi məktəbəqədər yaş dövründə başlayır. Bu, müxtəlif yaş qruplarında müxtəlif cür təzahür edə bilər. Məsələn, 3-4 yaşlı uşaqlar daha sadə qərarlar və konkret qərarlar qəbul edə bilirlər. Bəzi uşaqlar isə qərar qəbul etməkdə çox çətinlik çəkirlər və daim valideynin hər hansı bir işdə qərar qəbul etməsini gözləyirlər. Belə olan halda biz nə etməliyik? Biz onlara kiçik seçimlər təqdim etməliyik. Biz onlarla birlikdə problemləri həll etməli və nəticəni görməliyik. Uşaqların səhv qərarlarına görə onları danlamamalıyıq və onları anlayışla qarşılamalıyıq. Bu onlarda məsuliyyət hissini artıracaq, növbəti dəfə qərar verərkən daha diqqətli olmalarına zəmin yaradacaq. Biz uşaqların özünə inamını artırmaq üçün onları müsbət qiymətləndirməkdən çəkinməməliyik.